Herkese salam əziz şagirdlər. Kanala və videoya hər biriniz xoş gəlmisiniz. Bugün sizinlə birlikdə 7-ci sinif kimya dərsliyindən səhifə 72 72-də olan tapşırıqları izah edəcəm. Gəlin öyrəndiklərinizi tətbiq edinlər, başlayaq. Səslə bağlı bir çox problemlər yaşamısınız. Bəli, mən bunu qeyd etmişəm şərhlərdə ki, texniki problemlərdəndir. Yəni kompüterin səs götürülməsi biraz zəifdir. Bu problemi həll etmişəm. Ümid edirəm ki, artıq bu problem aradan qalxar və siz məni daha rahatlıqla eşidə bilərsiniz. Elə isə gəlin öyrəndiklərinizi tətbiq edinə baxaq. Su ilə homogen qarışıq, suspenziya və emulsiya əmələ gətirən maddələri müəyyən edin. Fikrinizi əsaslandırın. Gəlin baxaq. Sizə belə bir şey deyim ki, əgər bir maddə suda həll olursa, deməli artıq bu homogen qarışıqdır. Belə göstərim. Yəni artıq bilin ki, bu homogen qarışıqdır. Ona görə də su ilə həll olanların hər birini homogen adlandıracağıq. Homogeni də biz qısa şəkildə H hərfi ilə işarə edək. Üstünə də yazdım ki, H hərfi ki, yəni qeyd edəndə bilərsiniz. Deməli, qlükoz və bərk haldadır, suda həll olursa homogen qarışıqdır. Hidrogen xlorid qaz halındadır, suda həll olursa, deməli bu da homogendir. Benzol maye haldadır, həll olunur. Suda həll olmayan, maye halda olan maddələr isə biz dedik ki, emulsiyadır. Buna E yazırıq. Kalsiyum karbonat bərk halda olub, suda həll olmayanlar isə suspenziya adlanır. Kalium nitrat bərk haldadır və suda həll olursa homogen qarışıqdır. Birisi bu suspenziya emulsiyada ümumilikdə heterogen qarışıqlar təşkil edir. Amma heterogen qarışıqlar da iki yerə ayrılır. Hətta gəlin bunu qeyd edək. Deməli, homogen qarışıqlar var və heterogen qarışıqlar var. B yazaq da. Homogen və heterogen. Homogen və heterogen. Heterogen özü də iki yerə ayrılır. Deməli, emulsiya və suspensiya. Bu qədər. Deməli, qarışıqlar iki yerə ayrılır, homogen və heterogen. Heterogen qarışıqlar özü də iki yerə ayrılır, emulsiya və suspenziya olaraq iki yerə ayrılır. Davam edək. Sirkə turşusu maye halda olur və suda həll olur. Bu zaman isə artıq bu olacaq homogen qarışıq. Bu qədər. Öyrəndiklərinizi tətbiq edin, bitdi. İndi keçək öyrəndiklərinizi yoxlayına. Bir də baxırıq. Uyğunluğu müəyyən edin. Fikrinizi əsaslandırın. A variantına baxaq. Azot N2, yəni azotun formulunu yazıb burada və oksigen O2 qarışığıdır. İndi gəlin baxaq görək ki, azot və oksigen qarışığı hansı şəkildə təyin edilib. Əvvəlcə gəlin bu hissəni biz yaxınlaşdıraq. Baxın, deməli bizə nə verib burada? Deyir ki, N2 biraz incəldək bunu. N2 və O2 verib. Neyse, gözü sanışağa çünki burada belə dəqiqəsi düşür. Sən silim, sərkən şəkildə yazaq bunu. Siz burada deməli N2 və O2. N2 və O2-ni tapmalıyıq. Yəni N2 özü ayrı-ayrılıqda, baxın, belə bir şey olmalıdır.
N2 2 dənə, baxın, təsvir edək, hətta gəlin. 2 dənə eyni birləşmədən olmalıdır bunun içində. Və O2-dən isə, O2-dən də eyni cürə və fərqli rəngdə olmalıdır. Çünki O2, yəni N2-dən fərqli bir, tamamilə fərqli bir maddədir hər ikisi də. Birini də çəkək bura. Aha. Deməli, N2, N2-ni gəlin sarı rəng götürək. O2-ni də gəlin, deməli, çəhrayı rəng götürək. Baxırıq indi. Bunlar hər biri ayrı-ayrı atomlardır. Yəni N-lə 2 dənədir. Ona görə 2 dənə çəkdik. Sonra O-dan isə onu da biz çəhrayı rənglə çəkmişik. O-dan da dedik 2 dənədir. Baxaq görək bu hansında var. Bəli, baxın. Bu tamamilə eyni bir modeldir. Yəni N-dən də, əgər N olaraq bunu götürsək, N-dən də 2 dənədir, O-dan da 2 dənədir. Bizə mütləq deyil, ha, belə versin bizə uşaqlar. Sadəcə olaraq onu göstərmək istəyib ki, N-dən də 2 dənə atom var, O-dan da 2 dənə atom var. Amma hər ikisi də fərqli-fərqli rənglərdə təsvir olunub. İndi deyirəm, anladınız, çünki mənə elə gəldi ki, nəsə düzgün bir şey olmadı burada. Nəsə düzgün izah etmədiyim kimi gəlir. Digərlərini də izah edeyim. Məncə o digərlərini də daha yaxşı anlayacaqsınız. Keçək indi B variantına. Deməli, tapdıq ki, bura uyğun gəlir 3-cü. Belə yaxınlaşdırım. Bura 3-cü. Aha. B variantına baxaq. Amonyak, yəni NH3 və karbon dioksid qarışığıdır. İndi gəlin baxaq. Amonyak, deməli biz burada 3 gördük. Deməli, NH3-ü biz belə bir şey kimi təsəvvür edə bilərik. N məsələn, bunu N nəzərdə tutaq və H da qara rəngli nəzərdə tutaq. 3 dənə qara rəngli bir şey var. Bu hansına görə uyğun gəlir? Əlbəttə ki, buna. Bir atom, 2 dənə atom birləşir. Bir atom üstündə 3 dənə də H var. 1H, 2H və 3H. Belə bir model quraraq siz daha rahat tapa bilərsiniz. Baxın, belə bir model qurmağa çalışın. Oxşamasın, yəni olsun belə bir model. Nə bilim, burada olsun, burada olsun. Daha fərqlidir. Sonra, karbon dioksid. Deməli, 2 dənə karbondur. 2 dənə karbon nəzərdə tutaq, belə. 2 dənə oksigen üzrsən, oksigende 2 var axı, ona görə 2 dənə oksigen, bir dənə də karbon. Karbonun aşağısında heç bir şey olmadığı üçün 1 kimi götürürük. Ona görə də karbonu da belə çəkə bilərik. Lap əgər istəyiriksə, 2 dənə oksigeni yekə çəkib, ortasında bir dənə kiçik bir karbon çəkə bilərik. Tamamilə baxın, doğrudur. Bu da eyni modelə əsaslanır. Ola bilər ki, siz deyə bilərsiniz ki, bəs biz hardan bilək, biz yəni bu modeli qura bilməliyik axı özümüz tək başına. Siz baxın ki, məsələn, H3-ün ayağında, NH3-ə baxın, ayağında 3 var. Yəni indeksində də. İndeksində 3 var. İndeksində 3 varsa, deməli elə bir şey olmalıdır ki, bu ikisi birləşmədə axı bir dənə nəsə dairənin üstündə 3 dənə şey olmalıdır. Ona görə də siz baxın, bu model tamamilə doğrudur. Bu modeli siz götürməlisiniz. Sonra baxırsınız ki, 2 dənə fərqli, 2 dənə eyni dairə birləşib, 2 dənə eyni dairə birləşib. Amma ikisi də fərqli-fərqli atomlardır, ha. Onu da baxın, buna aid edə bilərsiniz. Yəni rəngləri fərqli olmalıdır. İndi gəlin keçək C variantına. C variantında dedik ki, oksigendir. Yəni O2-dir. O2. Baxırıq indeksinə. Indeksinə nə görürük? 2. Əgər indeksində 2-dirsə, demək 2 dənə eyni atom birləşib. 2 dənə də eyni atom burada birləşib. Bir bu atom birləşib, bir də bu atom birləşib. Bu qədər sadə. Deməli, yazırıq ki, qısaca bura A, dirə işarə qoyuruq. A işarə. Qarşısına yazırıq ki, 3. B, qarşısına bir işarə qoyaq. B-də aid etdik 1-i. C-yə də aid etdik, deməli 2-ni. Gəlin keçək öyrəndiklərinizi yoxlayın ikinci çalışmasına.
Cədvəlin hansı sətrinə doğrudur işarəsi düzgün yazılmışdır? Gəlin bax, əslində doğrudur işarəsi kimi götürmək. Çünki yanlışa da qoyulur bu işarə. Gəlin baxaq. İfadələrimiz verilib bizə A, B, C, D və doğru, yanlış ifadələr verilib. Deməli, A variantına baxırıq. Qarışıqların tərkibində yalnız bir növ atom ola bilər. Deməli, qarışıqların tərkibində yalnız bir növ atom ola bilməz. Çünki qarışıq dedikdə müxtəlif növ atomlar nəzərdə tutulur. Yəni, bir növ atom nə zaman olar? Baxın, O2 məsələn bir növ atomdur. Yəni, mən bura gətirib C əlavə etsəm, yəni karbon əlavə etsəm, bu zaman qarışıq olacaq. Qarışıqda da görürük ki, 2 dənə müxtəlif bir atom var. Ona görə də bu ifadə yanlışdır və bu hissədə doğru seçilib. Sonra bunun qarşısına bir plus qoyuruq. B-yə baxırıq. Yəni, bu işarə doğru yerə qoyulub. Ona görə plus qoyduq. Normalda bu ifadə tamamilə yanlışdır. Homogen qarışıqlarda qarışıqlığı təşkil edən maddələri gözlə görmək, gözlə fərqləndirmək olmur. Bu ifadə doğrudur. Ona görə də bunun qarşısına çıx qoyuram, çıxma işarəsi qoyuram və doğrudur işarəsini bura qoymalıyıq. Bu tamamilə yanlışdır. Yəni, homogen qarışıqlarda, mən bunun altını silirəm. Aha. Yəni, homogen qarışıqlarda homogen qarışıq o deməkdir ki, 2 dənə eyni cinsli bir, yəni eyni cinsli bir maddələr qarışıbda. Məsələn, şəkər ilə suyu qarışdırdığımız zaman içindəki şəkəri fərqləndirə bilirik. Xeyr, yalnız dadı ilə fərqləndirmək olar. Gözlə görüb fərqləndirmək olmur axı. Ona görə də bu ifadə doğrudur. Keçək C variantına. Suspenziya suda həll olmayan bərk maddə ilə suyun heterogen qarışığıdır. Suspenziya bu doğrudur. Suspenziya burada ifadə etdiyi kimi suda həll olmayan bərk maddələr. Məsələn, oduncaq yonqar ilə, yaxud da məsələn əhəng tozu ilə bunlara misal göstərə bilərik. Qum ilə və s. Suyun heterogen qarışığıdır. Bəli, heterogen qarışıqlarda az öncə burada biz qeyd etmişdik ki, bir dəqiqə veririk. Heterogen qarışıqlar dedik iki yerə ayrılır. Emulsiya və suspenziya. Suspenziya suda həll olmayan bərk maddə ilə suyun qarışığıdır. Emulsiya ilə suda həll olmayan maye bir maddənin qarışığıdır. D variantına baxaq. D variantında bizə nə deyir? Etil spirti və su qarışığı emulsiyadır. Xeyr, etil spirti ilə su eyni cinsli maddə olduğu üçün onlar homogen qarışıqdır. Yəni, mən suyun içinə spirt tökərsəm, əgər siz də bunu yoxlaya bilərsiniz, daxilə qəbul qadağandır bu arada spirtin. Ona görə spirti içmək, daxilə qəbul etmək qəti şəkildə olmaz uşaqlar. Suyu bir stəkana suyu doldurub, içinə də etil spirti, yəni istifadə etdiyimiz spirtlərdən 96%-dən fərqi yoxdur faizinin. Əlavəsiz görəcəksiniz ki, gözlə fərqləndirmək olmur. İçindən spirti ayıra bilməzsiniz. Ona görə də bu emulsiya deyildir. Bu hissəyə yanlış qoyulub. Bunu doğru işarəsini qoyub. Bu hissədə artıq yanlış qoyulub bu. Ona görə də baxın, bu hissəyə qoyacaq işarəni. Deməli, belə başa düşdük ki, etil spirtlə suyun qarışığı emulsiya deyildir. Çünki biz gözlə bunu fərqləndirə bilmirik. Bu qədər uşaqlar. Ümid edirəm bütün tapşırıqları başa düşdünüz, anladınız. Mən əminəm ki, siz buradakı çox tapşırığı başa düşdünüz. Bir dənə birdən başqa, yəni öyrəndiklərinizi yoxlayandakı birdən başqa. Çünki biraz belə deyim, təsəvvür etməlisiniz siz onu. Yəni siz təsəvvürünüzdə 2 dənə fərqli atomlar yaratmalısınız. Nə bilim, bir atom üzərində 3 dənə əlavə atomlar, 4 dənə, hətta 5 dənə əlavə atomlar təsəvvür etməlisiniz. Yəni, sizə bunu deyim ki, O2, yaxud da N2, nə bilim, C2, bunlar heç bir qarışıq deyil. Ona görə də 2-2 birləşdirib bunları eyni şəkildə yaradacaq.